Deməli, bugünkü mətnimizin birinci mətnimiz astronavtın bir günüdür. Mətnini oxumaqla başlayırıq. Kosmosa uçan astronavtın həyatı heç də asan deyil. Astronavt onu gözləyən hər cür təhlükələrdən başqa qidalanması, geyimi və bir çox məişət işləri ilə bağlı problemlərlə üzləşə bilər. Buna görə də onlar sərt qaydalara əməl etməlidirlər. Su kosmik məkanın ən böyük problemidir. İşlənmiş su təkrar istifadə üçün daim yararlı hala gətirilir. Astronavtın bugün Salam. Okey, hamı buradadır. Tamam. Astronavtın bugün istifadə etdiyi suyun böyük hissəsi dünən istehlak etdiyi sudan alınır. Yemək üçün qurudulmuş qidalardan istifadə olunur. Qidalar vakuum torbalarda saxlanılır. Qida qəbulu zamanı isladılır və qızdırılır. Tədqiqatçılar astronavtın 500 qramlıq qidasının təxminən $10.000 dəyərində olduğunu söyləyirlər. Astronomik məkanda heç bir ağırlıq olmadığı üçün su hissəcikləri havada uçur. Buna görə astronavtlar durulama tələb etməyən sabundan istifadə edirlər. Bir astronavtın astronomik məkanda 6 ay ərzində məruz qaldığı şüalanma nüvə stansiyasında işləyən insanların həyatı boyu məruz qaldığı radiasiyaya bərabərdir. Məkanda cazibə qüvvəsi yoxdur. Bədən zamanla uzanmağa, boy artmağa, əzələlər əriməyə başlaya bilər. Buna görə də astronavtlar müntəzəm şəkildə məşq etməlidirlər. Astronavt gündə 8 saat yata bilər. Bir çox astronavtlar yuxuya getmək üçün gözlərini yumduqda ulduz topalarını gördüklərini söyləyirlər. Bunun səbəbi məkanda yayılmış şüalardır. Bu şüalar bir müddət yuxunu qaçıra da bilər. Eyni zamanda təsiri duyulmaya da bilər. Yatdığı zaman astronavt yüksək səs mühitinin səs-küyünü eşitməmək üçün qulaq tıxaclarından istifadə edir. Yatarkən çantasındakı şəxsi yuxu kombinezonundan istifadə etməlidir. Bu kombinezonlar kosmik gəminin daxili divarına ilişdirilir, yuxuda olduqda özünə zərər verməyinə mane olur. Kosmik stansiya yerdən təxminən 400 kilometr yüksəkdədir. Burada abzas bölmək məsələsi var. Bilmirəm, amma sanki çox sürətlə hərəkət edən bu stansiyalar 90 dəqiqə ərzində yalnız dünyanın bir hissəsini dövr edə bilir. Astronavtın geyindiyi kosmik kostyum 13 qatdan ibarətdir. Hiss elədim. Yəqin ki, elə 5-ci abzası böləcəksiniz. 13 qatdan ibarətdir. Bu kostyumu geyinmək üçün astronavta təxminən 45 dəqiqə vaxt lazımdır. Sonra, kosmik fəzaya uçuşun bu qədər çətinlikləri ilə yanaşı, həm də astronavtdan üzərinə götürdüyü vəzifəni yerinə yetirmək tələb olunur. Ona görə də əminliklə demək olar ki, astronavtların elm üçün göstərdikləri fədakarlıq misilsizdir. Onların nümayiş etdirdikləri dözüm və şücaətin rolu isə danılmazdır. Biz artıq mətnimizin üslubunu bildik. Mətnimiz hansı üslubdadır? Publisistik üslubdadır. Publisistik. Buradan yazıram. Biraz elmiyə yatkın publisistik olsa da, publisistik üslubdadır. Yəni belə. Keçirik indi suallarımızı işləməyə. Sual nömrə 41. Deyil mətnin tərkib hissələrinə əsasən uyğunluğu müəyyənləşdirin. Nə gözəl. Birinci girişdir, ikinci əsas hissədir, üçüncü nəticədir. 1, 2, 3. Gəlin baxaq. A-da. Dünyanı dövr edən kosmik gəmi. Deməli, dünyanı dövr edən kosmik gəmi deyir. Burada deməli deyir, çox sürətlə deyir, hərəkət edən bu stansiyalar 90 dəqiqə ərzində yalnız dünyanın bir hissəsini dövr edə bilər. Harda yazıb bunu əsasda? Deməli, A-nı hara yazacağam? İkinciyə. A-nı yazdım ikinciyə. A-nı ikinciyə yazdımsa D getdi. A-nı ikinciyə yazdımsa A getdi. Sonra B-də. Kainatı öyrənənlərin elm üçün göstərdiyi fədakarlıq. Fədakarlıqdan harda danışılır? Ən axırıncı abzasda. Deyir, göstərdikləri fədakarlıq. Sonuncu abzasımda mənim burada nəyimi verir? Nəticə hissəmi verir. Yəni, bura nədir? Nəticə hissə. Deməli, B-ni hara yazacağam? 3-ə. B-ni 3-ə yazanda Y də gedir. C-də. İstehlak edilən maddənin yenidən istifadəsi. Su. Sudan soruşur da, sudan danışır. Deyir ki, səhv eləmirəmsə sudan danışır.
Astronavtın vacib qaydalara əməl etmə səbəbi 2-yə A, 3-ə B getdim. D-yə, Y-yə baxaq. Astronavtın bədəninin istidən və soyuqdan qorunması. Bədənini istidən, soyuqdan qoruma yoxdur. C-də gedir. Qalır B variantı. Düzgün cavab B-dir. Nə yazmışsınız? Giriş deyil ki o. Nə? B-dir cavab. Nə giriş deyil? Cavab B çıxı bilər. C. Yo, orada böyük ehtimalla bax, buradan da bura qədər giriş də elə bil. Birinci abzasın bura qədəri girişdir. Su kosmik məkanın ən böyük problemidir. İşlənmiş su. Necə deyim, buradan əsas hissə başlayır. Buradan əsas hissə başlayır. 6-cı abzasda daxil olmaqla. Bura qədər əsasdır. Ona görə gəlir ora düşür. D-ni yeni oxuyanda cavab hazırdır. Nə bilim, bilmirəm. Onu yazmayı bax mətndə. Mən sənə nətər deyim? Mən belə astronavt deyiləm, bir şey deyiləm. Başa dön. Və şimdi cavab oldu B. Keçirəm 42-ci suala. Deyir, doğrudur, yanlışdır, ehtimaldır. Astronavtın günün 1/3 hissəsini yata bilər. Göylə göstərirəm. Astronavt gündə 8 saat yata bilər yazıb. 24 saatımız var. 24 saatın da 1/3 hissəsi 8 saat eləyir. Doğrudur. Astronomik məkanda çəksizlik səbəbindən su hissəcikləri uçur. Uçur deyir. Qoy baxaq görək suya. İşlənmiş su təkrar yaralaraq astronavtın bir gün istifadə etdiyi suyu böyük hissəsi bir nəticədə yemək üçün qurudulmuş qidadan istifadə olunur. Çəksizlik səbəbindən su hissəsi. Necə? Hə, D yazıb. Bəli. Gördüm. Astronomik məkanda heç bir ağırlıq olmadığı üçün, yəni çəksizlik olduğu üçün su hissəciyi havada uçur. Bu da doğrudur. Sadəcə yerini axtarmağa çalışıram. Bilirəm doğrudur. Prosta yerini axtarmağa çalışıram ki, onu da göstərim. Kosmik məkanda xüsusi sabundan istifadə olunur. Doğrudur. Yuyula bilməyən sabundan istifadə olunur. Onu yazmışdı. Hə, Aysə durulanmayan sabundan. Onu da tapsam inşallah deyəcəm. Amma yazmışdı da, yəni. Hə, Aysə ol. Gördüm elə altında. Karisiv ilə göstərirəm. Durulama tələb etməyən sabundan istifadə edirlər. Qulaqları tutulmamaqdan ötürü astronavtlar qulaqlıqdan istifadə edirlər. Qulaqlıqdan istifadə eləmirlər. Qulaq tıxacı idi, nə idi? Bax. Bəli. Qulaq tıxacından istifadə edirlər deyə yazıbdır. Burada yazıb ki, səs-küyü eşitməmək üçün qulaq tıxaclarından istifadə edir. Yəni tutulmaması üçün deyil, yanlışdır. Kosmik məkanda yayılmış şüalar astronavtın yuxusuna təsir etməyə bilər. Eləyə də bilər, eləməyə də bilər. Doğru, ehtimaldır. Sonra, kosmik gəmi 1 saat yarım ərzində dünyanın böyük bir hissəsini fırlana bilir. Xeyr. O, 90 dəqiqə ərzində deyir, saat yarım ərzində. Yalnız bir hissəsini dövr edir deyə çox sürətlə hərəkət eləsə belə. Kosmik gəmi 1 saat yarım ərzində böyük bir hissəsini deyir. Bir hissəsini deyir burada. Böyük bir hissəsini demir ki, yanlışdır. Hə, yəni çox böyük hissəsini dövr eləyəmir də, yalnızca bir hissəsini dövr edir. Axı 6-da deyir böyük hissəsini dövr edir. Ona görə yanlışdır. İndi doğrunun doğruya yazılması doğrudur. 1, 2, yanlışın yanlışa yazılması doğrudur. 4, ehtimalın da ehtimala yazılması doğrudur. 5. 1, 2, 4, 5 var cavab. D variantı. Sonra, mətndən aydın olur ki, bəşəriyyətin əldə etdiyi böyük uğurlar ağır əzab və gərgin zəhmət hesabına əldə edilmişdir. Hansı statdan qüvvətləndirmək olar deyir. Heç bir millət qılınc tüfəng nədir?
Ağır əziyyət, yəni qılınc tüfəngçidən söhbət getmir mətndə. Başqalarının xoşbəxtliyi üçün çalışmaq, biz öz xoşbəxtliyimizi tapırıq. Mətndə xoşbəxtlikdən danışmır. Canıyananlıq başqasının bədbəxt paxıllıqdan, canıyananlıqdan mətndə danışmır. Müdrik adamın faciəsinə şərik olmadan, müdriklikdən, nadanlıqdan danışmır. Qazanılmış elmi nailiyyətlərin arxasında kimlərinsə fədakarlığı durur. Hətta 7-ci abzasdan biz bunu əsaslandıra bilərik. Çünki orada deyir ki, kosmik fəzaya uçuşun bu qədər çətinliklərlə yanaşı, həm də astronavtdan üzərinə götürdüyü vəzifənin yerinə yetirmək tələb olunur. Ona görə də əminliklə demək olar ki, astronavtların elm üçün göstərdiyi fədakarlıq misilsizdir. Y tamamilə doğru cavabdır. Gəldim çıxdım 44-cü suala. Deyir, mətnə əsasən hansı fikirləri söyləmək olar? Astronavtın təhlükəsizliyini təmin etmək üçün müxtəlif üsullar düşünülmüşdür. Bu doğrudur da. Məsələn, yemək yeməlidir, yeməyi qurudur, vakuum torbalarda saxlayır, sonra istadır, yeyir. Yatmalıdır, məsələn, səs-küyə eşitməmək üçün qulaq tıxacı taxır. Yatmaq istəyir, yuxusunu ərşə çəkilə bilər, yuxu kombinezonları geyinir. Yəni, bir doğrudur. Bir doğrudursa D gedir, A gedir. Astronavtın məişət həyatı onun istəklərinə uyğun ən yüksək səviyyədə təmin olmuşdur. Yazıq yeməyi zorla tapır orada. Ən yüksək səviyyədə harası təmin olunacaq? 2 səhvdir. Astronavt olmaq hər cür qlobal təhlükələrlə üzləşmək deməkdir. Qlobal təhlükədən söhbət getmir mətndə. Astronavtın geyimi onu təhlükəli vəziyyətdən qoruyur, düzdür. Yuxu kombinezonu məsələn. Orada deyir, yuxu kombinezonu geyinir ki, o özünə zərər verməsin. Deyir, bu kombinezonlar kosmik gəminin daxili divarına ilişdirilir. Yuxuda olduqda özünə zərər verməyinə mane olur. Astronavt tələb olunan qaydaları pozmamalıdır. 1-ci abzasda yazıb ki, sərt qaydalara əməl etməlidirlər. 5 də düzdür. Düzgün cavab olur B variantı. Bu səhifə ilə bağlı sual var. Yəqin ki, başa düşdüyünüz səhvləriniz var idisə, düzəltdiniz, ümid edirəm. Keçirəm 45-ci suala. Deyir, astronavt kosmik məkanda müxtəlif şüalarla üzləşir. Şüa sənin açar sözündür. Deməli, astronavt kosmik məkanda deyir, müxtəlif şüalarla üzləşir. Şüa sənin burada açar sözündür. Gəlsən, abzaslara baxmalısan ki, görək harada şüadan zaddan danışır. Biri 4-cü abzasdır, bax. Deyir, bir astronavtın astronomik məkanda 6 ay ərzində məruz qaldığı şüalanma nüvə stansiyasında işləyən insanların həyatı boyu məruz qaldığı radiyasiya bərabərdir. Burada şüalanmadan danışır. Sonra şüalar bir də 5-ci abzasda görünür. Deyir ki, bir çox astronavtlar yuxuya getmək üçün gözlərini yumduqda ulduz topalarını gördüklərini söyləyir. Bunun səbəbi məkanda yayılmış şüalardır. Gördünüz? Cavabınız 4 ilə 5 olacaq. Nə variantıdırsa odur. 4 ilə 5. B variantı. Düzgün cavab oldu B variantı. 46. Kosmosda ağırlıq olmadığı üçün su hissəcikləri havada uçuşur deyir. Nəticədə nə olur? Astronavt müntəzəm məşq edir. Səbəbi nədir? Deməli, sümüyü zadı əriyə bilər, zadı yazmış. Kosmosda ağırlıq olmadığı üçün su hissəcikləri havada uçuşur. Buna görə, bax görürsünüz 3. Nəticədə nə olur? Buna görə astronavtlar durulama tələb etməyən sabundan istifadə edirlər. Bunun nəticəsi bu. Birincinin nəticəsi bu. Su hissəcikləri havada uçur. Nəticədə nə olur? Astronavtlar durulama tələb etməyən sabundan istifadə edirlər. Sonra deyir ki, müntəzəm məşq etməlidirlər. Səbəbi nədir? Orada sümükləri zadı, boyları zadı uzana bilər, zadı yazmışdı. Bax yazıb belə 4-cü abzasda. Deyir, məkanda cazibə qüvvəsi yoxdur. Bədən zamanla uzanmağa, boy artmağa, əzələlər əriməyə başlaya bilər. Buna görə də astronavtlar müntəzəm şəkildə məşq etməlidir. Astronavtlar müntəzəm şəkildə məşq etməlidir. Səbəbi nədir? Məkanda cazibə qüvvəsi yoxdur. Bunu yazmırsınız. Bədən zamanla uzanmağa, boy artmağa, əzələlər əriməyə başlaya bilər. Eynən bu cümləni götürürsən. Nəticədə astronavtlar müntəzəm şəkildə məşq etməlidirlər. Çox asan bir səbəb-nəticə əlaqəsidir. Deyiləm düzdür. 47.
Aha. Mətndə qarşısında Roma rəqəmi qoyulmuş hissələrdən hansılar iki yerə bölünməlidir? Həmin hissələr və abzaslar. Bayaqları yadınıza gəlir, bir dənə sual verdi. Giriş əsas. Mən hiss edirəm, mənə elə gəlir ki, bax, orada da bölünmə olmalıdır. Birinci abzasda. Yes, düz tapmışam. Bir də 5-ci abzasda hiss eləmişdim. Bayaqları giriş əsas nəticəni oxuyanda mən prosta gözlədim ki, o sual gəlsin. Elə bildim qapalıdadır, amma açıqdaymış. Bayaq Elzan dedi ki, müəllim, bəs istehlak edilən maddənin yenidən istifadəsi giriş deyil. Mən də dedim ki, buradan başlayır əsas, ta altının sonuna qədər əsasdır dedim. Deməli, sizdə birinci abzas da su ilə başlayan hissədən bölünməlidir uşaqlar. Niyə? Deyim, kosmosa uçan astronavtın həyatı heç də asan deyil. Onun çətinliyindən zaddan danışır, düzdür. Sonra riski sudan danışır, suyun problem olmağından danışır. Deməli, sən nəyi bölməlisən orada? Sudan bölməlisən. Görsən, sonra da yeməyi ayrıca yazıb. Deməli, suyu ayrıca yazmalıdır, yeməyi ayrıca abzasda yazmalıdır. Birinci abzasda bu bölünür. Bir də 5-i oxuyanda dedim ki, burada deyəsən bölünmə olmalıdır. Çünki sən burada yuxuda qulaq tıxacından istifadə eləməyindən, kombinzonundan danışır. Risk keçir kosmik stansiyadan danışır. Buradan da kosmikdən bölünməlidir. Deməli, birinci abzas sudan bölünür. 5-ci abzas kosmik sözü ilə başlayan cümlədən bölünür. Aydın oldu. Bildiniz mi? Nə? Hə. Onu dedim də başıva dönüm. Oradan ayrılırsan. Hətta bayaq dedim, Elzan dedi ki, müəllim, burada bəs girişə düşmür. Mən dedim ki, sudan bölməlisən. Buradan altının axırına qədər hətta dedim ki, əsasdır. Niyə əsasdır? Çünki bu gəlir düşür 2-ci abzasa. Sudan bölürsən. Bir də 5-ci abzasda kosmik sözünə bölürsən. İkisini də yazmalısınız. Su və kosmik. Hə? Yatdığı? Yox, niyə ki? Yuxuya getməkdən danışır. Yatdığından danışır. Qulaq tıxacı taxır yatanda, düzdürmü? Yatarkən. Həmçinin hamısında nədən danışır? Eyni şeydən danışır. Kombinzon niyə geyinir? Yatmaq üçün. Amma buradadır kosmik stansiya yerdən təxminən 400 km yüksəkdədir. Çox sürətlə hərəkət edən bu stansiyaya keçdi axı elə bil. Mövzu tamamilə dəyişdi. Yuxudan, sənin açar sözlərin nədir? Yuxuya getmək, yatdığı zaman, qulaq tıxacı, yatarkən, kombinzon. Bunlar sənin açar sözlərindir. Amma kosmik buradan artıq yeni abzasa düşməlidir. Çünki orada stansiyadan danışır. Aydın oldu? Biri düz, biri səhvdirsə 0,5 alırsınız. Yəqin ki, bildiniz. Bu da maraqlı suallardan biri idi. Keçdik 48-ə. Deyir, astronavtlar qida ilə təmin etmək maddi cəhətdən o qədər də asan deyil. Faktı nə idi bunun? Deyir ki, onu yazırsınız ki, deyir, tədqiqatçılar astronavtın 500 qramlıq qidasının təxminən 10.000 dollar dəyərində olduğunu deyirlər. Birinci müddəanızın faktı budur. Götürürsüz olduğu kimi köçürürsünüz. Tədqiqatçılar astronavtın 500 qramlıq qidasının təxminən 10.000 dollar dəyərində olduğunu söyləyir. İkinci müddəam nədir? Mürəkkəb quruluşa malik olan geyimləri geyinmək üçün xeyli vaxt sərf edirlər. Nə qədər vaxt sərf edirlər? 45 dəqiqə. Deməli yazırsınız ki, o da axırıncı abzaslardaydı 6-da. Astronavtın geyindiyi kosmik kostyum 13 qatdan ibarətdir. Burasını yazmırsan. Vaxt lazımdır sənə. Bu kostyumu geyinmək üçün astronavta təxminən 45 dəqiqə vaxt lazımdır. Aydın oldu. Bu da asan sual idi. Kaş belə düşə imtahan. Nə var buna? Ümid edirəm düz yazmışdınız. Bəli, 45 dəqiqə məsələsi. 49. Çərçivə daxilindəki söz, sözün mətndəki mənasına aid nümunə cümlədir.
Mətndəki mənasından fərqli nümunə. Çərçivə daxilindəki söz uçur. Bu həqiqi mənadadır. Ümid edirəm bu həqiqi məcazi mənanı nəzərdə tutur. Uçur sözü. Hə, həqiqi məcazi. Mətndə hansı mənadadır? Həqiqətən uçur da su. Mətndə həqiqi mənadadırsa, quş uçur yaza bilərsiniz mətndəki mənaya. Mətndəki mənadan fərqli vaxt uçur. Elcan, ikinci cümlə yanlışdır. Necə Azərin? O məcazidir, bəli. Məsələn, Elza yazıb quşlar havada uçurdu. Bu doğru, həqiqi mənadır. Amma rayondakı evimiz uçdu. Bu onun omonim məna tayıdır. Məcazi deyil axı. Məcazi deyil. Ona görə 0,5 alacaqsan Elcan. İkinci məcaziyə nə yazmış uşaqlar? Yazın da chat bölməsinə. Ay Elcan, evin uçmağı, quşun uçmağı kimi uçmaq deyil axı o. Dağılmaq mənasını ifadə edir. Həqiqi mənadadır, bəli. Uşaqlar, Ayso, xəyallarında uçurdu yazmaq olar. Xarici uçmaq həqiqi də aynı. Özümü göydə uçurmuş kimi hiss edirdim. Okey. Olar, qorxusu uçdu. Xəyallarda uçmaq. Qardaşın sevincindən qanad açıb uçdu. Düz. Vaxt uçur. Quş kimi uçmaq. İnsanı bənzədə bilərsiniz. Evin uçmağı, uşaq, uçmaq sözü həm omonimdir, həm çox mənalı sözdür. Omonim məna tayı, biri uçmaqdır, bu quşun uçmağıdır. Bu quşdur, bu uçur beləsinə. Bu həqiqi mənada bu quşun uçmağı ayrı. Evin uçmağı deyəndə, evin yerlə yeksan olmağı nəzərdə tutulur. Bu oldu onun omonim məna tayı. Məcazdə deyir. Fərqli məna deyəndə, mətndəkindən fərqli deyəndə zaten məcazini deyəcək. Nə deyəcək? Yazmalıydınız, məsələn, vaxt sürətlə uçur, vaxt uça bilməz. Xəyallarım gözümün önündən uçur. Nə bilim, bayaq uşaqlar yazmışdı, sevincindən quş kimi uçur, sevincindən qanad açıb uçur. Belə yazmalısınız uşaqlar, belə yazmalısınız. Omonim məna tayına girişməyin. Ümid edirəm başa düşdünüz. Asan deyil sözdə. 5 bal deyil, niyə itirəsən? 50-ci sual, mətnin üslubu xüsusiyyətləri ilə. Aha. Siz yəni görürsünüz burada elmi üslubun. Ayalı öldürüb sevib məni, Allah haqqı. Səni öldürəcəm, Məhəmməd, sən mənim əlimə keçmə. Bunu da YouTube'da paylaşıram, Məhəmməd, keçmə əlimə. Ay bala, sən görmürsən, xüsusiyyət sözünü görmürsən, sən. Neysə. Daha sənki keçib. Çərçivədə verilmiş mətn hansı üslubdadır? Elmi üslubda. Əsas publisistik, bəli, çərçivə elmi. Çərçivə elmidirsə, kənarına yaz elmi. Çox belə üslubun adını istəyirsən, yaz kənarına. Əsas mətninizdə publisistik üslubdadır. Biz keçən dəfə bunlardan danışdıq. Elmi üslubun xüsusiyyəti nədir? Elmilik. Sonra dəqiqlik. Bəli, konkretlik. Ay, sağ ol. Xalq danışıq dilinə yaxındır. Bəli, yaza bilərsən. Konkretlik. Sonra yaza bilərik bura. Termin sıxlığı. Termin sıxlığı. Deməli, qələm yaxşı yazmır. Əsas mətndə, bəli, ictimai təfəkkürün təzahür formasıdır. Təfəkkürün təzahür formasıdır. Bir də kütləvilik. Bir də xalq danışığına yaxınlıq. Necə? Əsas mətnə, hə, bəli, aydınlıq, anlaşıqlılıq yazmaq olar. Ortaya da yazırsınız, həmişə klassik şey, funksional üslublara aiddir. Funksional üslublara aiddir. Ən azı bir doğru fikirdir. Sən 4 dənə bura yazdın, 3 dənə, bu tərəfə də 3 dənə.
Şu 5 balın cibindədir. 5 balın cibindədir. Şu. Kütləvi aydınlığa konkretli dəqiqlik funksiyonu. Kütləvi aydınlığı ümid edirəm çərçivə mətnində yazmamısan. Elcan. Çünki bir kütləvi aydın anlaşıqlı deyibsən. Kütləvi aydınlıq anlaşıqlılıq çərçivəyə aid deyil. Əsas mətnə aid. Bu bizim birinci mətnimiz. Burayla sözünüz, sualınız nəsə var? Onda bu mətin bitdi.